İşgüzar Səhərin bugün olan sonuncu saatına baxırsınız. Bu saatdə artıq hansı məsələlərdən danışacağıq. Az öncə kiçik bir anons etdim, amma ətraflı şəkildə diqqətinizə bir daha çatdırım. Paşinyan yeni açıqlamaları ilə gündəmi zəbt elədi. Baş nazir Ermənistanla Azərbaycan arasında müharibə olmayacağını dedi. Dildə sülh prosesində maraqlı görünən İrəvanın əməldə fərqli mövqe sərgilədiyi isə diqqətdən kənarda qalmır. Bir müddətli susqunluq nümayiş etdirən Ermənistan liderinin bu istiqamətdə ardıcıl açıqlamaları nəyə hesablanıb danışacağıq. Avropa Siyasi Birliyinin 2026 və 2028-ci illərdə İrəvan və Bakıda sammitlər keçirəcəyi nəzərdə tutulur. Bu proses regionda diplomatik siyasi gedişləri müsbət istiqamətə dəyişə bilər. Bu kimi tədbirlərin keçirilməsi həm Cənubi Qafqazı artan marağın da göstəricisidir. Birlik hər iki ölkəni eyni siyasi platformaya gətirərək bölgədə balanslı təsir imkanlarını mı qorumağa çalışır, elə bu istiqamətdə də araşdırmamız olacaq. Ukrayna böhranı üzrə danışıqların taleyi yenə sual altındadır. Moskva-Kiyev diyaloqunun növbəti raundunun nə yeri, nə də tarixi barədə məlumat verilir. Türkiyə tərəfi belə bir açıqlama ilə çıxış edib. İstanbul görüşündə 2 saat davam edən müzakirədə heç bir nəticənin əldə olunmaması ümidləri puça çıxardı. Bir sözlə Avropa cəbhəsində sular durulmur. Bəs tərəflərin razılığa gəlməsi nə dərəcədə realdır? Müzakirəmiz olacaq. Odur ki, diqqətiniz İşgüzar Səhərdə olsun. Azərbaycan İslamofobiya ilə mübarizədə özünün öhdəliklərini bilir və icra edir. Elə faydalı nəticə almaq uğrunda mübarizə də aparılır. Bu istiqamətdə İslamofobiya ilə bağlı konfrans keçirilir ölkədə. Nərgiz də həmin konfransdadır. Problemin həllinə dair aparılan müzakirələrlə bağlı elə ondan məlumat alacağıq. Nərgiz, hər vaxtın yenidən xeyir olsun. Salam Çinarə, bir daha hər vaxtınız xeyir olsun. Bəli, tədbir hazırda fasiləyə ayrılıb, amma istəyirəm ki, bu saata qədər çıxışlarda hansı məqamlara diqqət çəkilib, onları nəzərinizə çatdırım. Bəzi Avropa ölkələrində nifrət nitqi ilə bağlı sosial şəbəkələrdə və mediada geniş formada daha doğrusu müzakirələrin apardığı ilə bağlı açıqlamalar gəldi. Hətta ötən illərlə müqayisədə bu il nifrət nitqi ilə bağlı sosial şəbəkə və mediada 21% artımı müşahidə olunduğu diqqətə çatdırıldı. Bu istiqamətdə öz fikrini Beynəlxalq Dialoq Mərkəzinin baş icraçı katibi bildirdi və o diqqətə çatdırdı ki, bugün İslamofobiya yeni bir proses deyil, sadəcə onun müasir təzahürləri aktivləşib və biz öz mübarizəmizi bu istiqamətdə aparmalıyıq. Eyni zamanda o diqqətə çatdırdı ki, bugün bir sıra Avropa ölkələrində yaşayan müsəlmanlar ev tapmaqda və eyni zamanda əmək fəaliyyəti ilə məşğul olmaqda ciddi çətinliklər yaşayırlar və bu istiqamətdə də böyük çağırışlar özünü göstərir və bizim də bu istiqamətdə mübarizəmiz davam etməlidir. Eyni zamanda Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov öz çıxışı ilə bildirdi ki, İslamofobiya bir çox qərb cəmiyyətində geniş vüsət alıb və getdikcə də artmağa davam edir və hətta bu ayrı seçkilik formasına gətirib çıxarıb. Eyni zamanda o bildirdi ki, İslamofobiya nifrətə təhrik, təcrid və hətta bir sıra hallarda hətta zorakılıq aktlarında da özünü göstərməkdədir. Bu da nəinki bir sıra ölkələrin, eyni bütövlükdə dünyanın diqqət mərkəzində olmalıdır və ciddi çağırış kimi qəbul edilməlidir. Eyni zamanda o diqqətə çatdırdı ki, bugün keçirilən tədbir yalnız 15 mart İslamofobiyaya qarşı mübarizə tədbirinin günü kimi qeyd edilmir. Eyni zamanda bu istiqamətdə öhdəliklər nədən ibarətdir? Baxın, bu tədbirdə həmin məqamlar dəqiqləşdiriləcək. Eyni zamanda diqqətə çatdırıldı ki, İslamofobiya yalnız dini bir məsələ deyil, eyni zamanda insan hüquqlarının pozulması məsələsidir. Yəni, bunu sadəcə din tərəfdən yanaşmaq doğru olmaz və təbii ki, bu da problemlərin həlli istiqamətində çətinlik yaradar. Ümumilikdə bu prosesin insan hüquqlarına qarşı olan bir məsələ kimi qəbul etmək lazımdır. Eyni zamanda İslamofobiya və ksenofobiyanın, yəni ayrı seçkilik hallarının qəbul edilməz olduğu diqqətə çatdırıldı İslam Əməkdaşlıq Təşkilatının rəsmisi tərəfindən və o bildirdi ki,
bu istiqamətdə geniş tədbirlər həyata keçirilməlidir. Düzdür, bəzi ölkələr və təşkilatlar tərəfindən tədbirlər həyata keçirilir, amma bunun kifayət etmədiyi və bu tədbirlərin daha da vahid xarakter alaraq genişləndirilməsi zəruridir, labüddür və bu istiqamətdə Azərbaycanın məhz bu tədbirə ev sahibliyi etməsi və bu istiqamətdə atdığı addımlarda yüksək qiymətləndirildi və İslam Əməkdaşlıq Təşkilatı adından Azərbaycana, Bakıya böyük təşəkkür çatdırıldı. Hazırda da fasilədir və bir qədər sonra panel sessiyalarla, ikinci və üçüncü panel sessiya ilə tədbirimiz davam edəcək. Həmin panel sessiyalarda da müzakirə olunan məsələlər barədə çalışacağıq ki, sizi məlumatlandıraq. Hələlik isə məndən bu qədər. Təşəkkürümü bildirirəm. Ətraflı məlumatı Nərgiz bizimlə bölüşdüyün üçün. İndi isə digər bir bağlantımız olacaq. Bakıda 4-cü Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir. Hər günü bir Türk dövlətinə həsr olunan festival mayın 31-nə qədər davam eləyəcək. Ətraflı məlumatı isə Rəqsanə İbrahimzadə ötürəcək. Rəqsanə, salamlayırıq səni. Buyur, həmin bu sərgi ilə bağlı detalları öyrənək səndən. 8-dən 10-a. Salam Şinarə, bir daha hər vaxtınız xeyir olsun. Hazırda 4-cü Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir və biz də hazırda festivalın olduğu ərazidəyik. Azərbaycan Elmlər Akademiyası ilə üzbəüz parkda keçirilir bu festival. 24-dən etibarən başlayıb. Bugün artıq festivalın 3-cü günüdür və müxtəlif müəlliflər, müxtəlif ərazilərdən gələn müəlliflər öz kitablarını burada təqdim edirlər və festivalın elə dediyimiz kimi hər günü bir ölkəyə həsr olunub. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızistan, Özbəkistan və Əfqanistan da, Macarıstan da bu ölkələr arasında yer alır və bugün də Macaristana həsr olunan gündəyik və burada müxtəlif şairlərlə, yazıçılarla görüşlər də keçirilir. Ədəbiyyat sevən şəxslər bu Elmlər Akademiyası ilə üzbəüz parka gəlib, burada həmin kitablarla, yazıçılarla da tanış ola bilərlər və ərazidə müxtəlif kitablar nümayiş olunur, müxtəlif ölkələrdən gələn alimlər, mədəniyyət işçiləri də ərazidədir və burada həm əl işləri təqdim olunur, eyni zamanda həm də kitablar burada. Əsasən burada məqsəd kitabların göstərilməsidir ki, kitablar nümayiş olunur ərazidə və kitab sevən şəxslər də burada festivala gələrək kitablardan əldə edə bilərlər və həmçinin burada müxtəlif yazıçılarla da, dediyim kimi şairlərlə də söhbətlər keçirilir, onlarla görüşdə keçirilir və 24-31 may tarixlərini əhatə edəcək bu 4-cü Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı və hər gündə də bir ölkəyə həsr olunacaq dedi. Eyni zamanda 1 iyun tarixində də Uşaqların Beynəlxalq Müdafiəsi günündə onlar üçün də bir festival keçiriləcək və ümumilikdə 9 gün davam edəcək ki, bu festivalda Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər İdman Nazirliyi, Yazıçılar Birliyi və digər qurumların birgə təşkilatçılığı ilə keçirilir. Elmlər Akademiyasının əsas binasının önündəki parkda keçirilir və 31 may tarixinə qədər davam edəcək. 1 iyunda uşaqlar üçün təşkil olunacaq festivaldır ki, orada da uşaqlar üçün müəyyən məqamların əks olunacağı gözlənilir. Çatdıra biləcəyimiz informasiyalar festivaldan, təqdim edə biləcəyimiz informasiyalar bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə, məlumatları bizə ötürdüyün üçün. İndi isə digər bir bağlantımız olacaq. Son zamanlarda güzəştli şərtlərlə pensiya hüququ məsələsi gündəmdədir. Yalnız çox uşaqlı ailələr deyil, bəzi vətəndaşlar da sözgedən qanundan yararlana bilərlər. Ətraflı məlumatı isə Zeynəb Nadirova mütəxəssislə birgə çatdıracaq. Zeynəb, səni də salamlayıram. Buyur, söz səndədir. Hər vaxtınız xeyir olsun Çinarə yenidən. Bəli, sizin də vurğuladığınız kimi bəzi son zamanlar daha dəqiq desək, cavab axtarılan suallardan biri də güzəştli şərtlərlə pensiya almaq hüququ kimlərə şamil olunur və bununla bağlı da millət vəkili Vüqar Bayramovun cavabı var, açıqlaması var. Qeyd eləyək ki, əmək pensiyaları ilə bağlı qanunda dəyişiklikdən sonra orada bəzi məlumatlar da yer alıb, hansı ki çoxuşaqlı ailələrdə analar 59 yaşında, atalarsa 60 yaşında pensiya ala bilər. Eyni zamanda digər belə deyək, qurumlarda, vəzifələrdə çalışan insanlara da şamil olunur. Bu xəbərin detalları ilə bağlı məlumatı isə elə vurğuladığımız kimi millət vəkili Vüqar Bayramovdan alacağıq. Vüqar bəy, buyurun. Təbii ki, əhalini maraqlandıran suallardan biridir, cavablar da sizdədir. Buyurun.
Hər vaxtınız xeyir və qeyd etdiyiniz kimi son dövrlər əmək pensiyaları haqqında qanuna bir sıra dəyişikliklər edilib. O cümlədən güzəştli şərtlərlə, yəni daha tez pensiya çıxmaq hüququ olan vətəndaşlarımızın güzəşt müddətində pensiyaların dövlət büdcəsindən ödənilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə qəbul olundu və Cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək və bu ondan xəbər verir ki, bütövlükdə pensiyalarla bağlı qanunverici baza daha da təkmilləşir və qeyd etdiyiniz kimi əmək pensiyaları haqqında qanunun 8 və 9-cu maddələrində güzəştli şərtlərlə pensiya çıxmaq hüququ olan vətəndaşlarımızın siyasi müəyyənləşir və belə çoxuşaqlı ailələrdə analar və bəzi hallarda atalar 5 il daha tez pensiya çıxmaq hüququna malikdir. Bu o deməkdir ki, çoxuşaqlı ailələrdə anaların pensiya yaşı 64 deyil, 59 yaşdır. Əgər bu hüquqdan atalar istifadə edirsə, o zaman 65 deyil, 60 yaşdır və praktik olaraq həmin ailələr məhz daha tez pensiya çıxmaq hüququndan istifadə edə bilirlər. Amma eyni zamanda qanunun 9-cu maddəsində yalnız çoxuşaqlı ailələr deyil, eyni zamanda bir sıra digər vətəndaşlarımız üçün daha tez pensiya çıxmaq hüququ müəyyənləşib və bu incəsənət daxil olmaqla bir sıra sektorlarda çalışan və nisbətən ağır, eyni zamanda zərərli hesab olunan sahələrdə işləyən vətəndaşlarımız üçün də pensiya yaşı 5 il azaldılır. Qanuna əsasən həmin siyahı Nazirlər Kabineti tərəfindən təsdiq olunur, artıq təsdiq olunub və həmin siyahıda qeyd olunan iş yerlərində çalışan vətəndaşlarımız 5 il daha tez pensiya çıxmaq hüququna malikdir. Eyni zamanda tamamilə doğru qeyd etdiyiniz ki, bir sıra dövlət qurumlarında çalışan, o cümlədən prokurorluq, ədliyyə, hərbi xidmətdə və miqrasiyada çalışan vətəndaşlarımız qulluq ilindən asılı olaraq daha tez pensiya hüququ qazanır. Olan əmək pensiyası məhz qulluq müddətinə uyğun olaraq daha tez müəyyənləşir və həmin vətəndaşlarımız da daha tez pensiya çıxmaq hüququna malikdirlər. Eləcə də bir sıra xəstəlikləri olan vətəndaşlarımız üçün pensiya yaşı 20 il azaldılır. Aviasiyada çalışan vətəndaşlarımız üçün pensiya yaşı 15 il azaldılır. Bu baxımdan daha tez pensiya, yəni güzəşt şərtlərlə pensiya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, eyni zamanda bir sıra digər vətəndaşlarımıza şamil olunur. Artıq həmin vətəndaşlarımız bu hüquqdan istifadə edirlər və istifadə edəcəklər və eyni zamanda bu istiqamətə qanunvericinin təkmilləşdirilməsi də davam etdiriləcək. Təşəkkür edirəm, xəbərin detallarını geniş şəkildə çatdırdınız. Bəli, Çinarə, artıq məlumatları çatdırdıq ki, çoxuşaqlı ailələrdən əlavə bəzi sahələrdə, hətta dövlət qurumlarında çalışan vətəndaşların da pensiya almaq hüququ, yəni həmin vaxtı uzadılır. 5 il, daha doğrusu aşağı indirilir, 5 ildən 25 ilə qədər hətta. Bu məlumatları da təbii ki, elə Vüqar Bayramovdan aldıq. Sözü yenidən sizə ötürürük. Təşəkkürümü bildirirəm Zeynəb. Bu aktual mövzu ətrafında mütəxəssis rəyi aldığın üçün indi isə anonslara baxırıq. Hansı məsələlərdən danışacağımızı da agah edirik. Nikol Paşinyanın səlahiyyət müddəti növbəti il başa çatır. Baş nazir seçkilərdə uğur qazanmaq üçün hansı təsir imkanlarını işə salacaq? Avropa Siyasi Birliyinin 2 sammiti Cənubi Qafqazda keçiriləcək. Bu missiyanı Bakı və İrəvana həvalə edən qoca qitənin regiondakı məqsədlərini təhlil edəcəyik. Moskva-Kiyev danışıqları Rusiyanın son hücumları fonunda dalana dirənib. Müzakirələrin növbəti raundları reallaşacaqmı? Suallara ekspertlərlə birgə cavab tapmağa çalışacağıq. Diqqətiniz işgüzar səhərdə olsun. Müzakirəyə başlamazdan öncə bir xəbər var. Həmin məlumatı bölüşmək istəyirəm. Ağdamda insan skeletinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Qeyd olunub ki, mayın 25-də Ağdam rayonu Sırğavənd kənd ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib və baxış zamanı aşkarlanmış sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədi ilə müvafiq qaydada götürülüb. Eləcə də digər zəruri prosesual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Bir məlumatı da vurğulayım ki, Çin Xalq Respublikasının sədri Xi Jinping Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib və orada bəzi detallar vurğulanır. Deyilir ki, siz keçən ay Çində uğurlu dövlət səfərində oldunuz və biz birlikdə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını elan etdik. Bununla da ikitərəfli əlaqələrin inkişafı üçün yeni perspektivlər açdıq, yeni vəzifələr müəyyənləşdirdik. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və çox vektorlu qarşılıqlı fayda əməkdaşlığının möhkəmlənməsi, ikitərəfli əlaqələrin yeni səviyyəyə yüksəlməsi, Çin və Azərbaycan xalqlarının rifahı naminə ölkələrimizin inkişafına dəstək verilməsi üzrə sizinlə birgə səylər göstərməyə də hazıram. Çin sədri Xi Jinping Azərbaycana olan marağını bu məktubda bir daha ifadə etmiş oldu. Müstəqillik günü ilə bağlı ölkə rəhbərinə ünvanlanan məktubda. Bu məsələlərdən də danışacaq. Çin-Azərbaycan münasibətlərinə də zamanımız qaldığı sürəcə diqqət yetirəcək. Bununla yanaşı Ermənistanın baş naziri Nikol Paşinyanın yeni açıqlamaları var. İrəvan dialoqu çərçivəsində bu açıqlamaları verib. Deyir ki, Azərbaycanla Ermənistan arasında müharibə olmayacaq. Biz bu kontekstdə danışacaq. Verdiyi digər açıqlamalar üzərinə verilişimizin 3-cü saatında müzakirə apardıq. Amma növbəti, yəni 4-cü saatımızda daha geniş kontekstdə yeni fikirlər üzərindən danışacaq. Siyasi şərhçi Bakir Həsənbəyli suallarımızı cavablandıracaq. Bakir bəy, zəhmət olmasa buyurun masamızın ətrafına. Hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Xoş gördük. Bakir bəy, istəyərdim elə birinci ondan başlayaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan deyir ki, Azərbaycanla Ermənistan arasında hər hansı bir müharibə gözlənilmir. Düzdür, bundan öncə də bunu deyib, eskalasiya təhlükəsi yoxdur fikri üzərində dayanıb. Paşinyana bu qədər təzyiqin olduğu bir vaxtda, artıq bilirik ki, səlahiyyətlərini növbəti il başa vuracaq. Belə açıqlamaların verilməsi, sülh çağırışlarının edilməsi həm də bununla əlaqədardır, yoxsa doğrudan da bugün müharibə təhlükəsi qalmayıb deyə rahatlıqla Paşinyan da bunu ifadə edə bilir. Təşəkkür edirəm. Əslində Ermənistan baş nazirinin, Ermənistan parlament sədrinin, Ermənistan Xarici İşlər nazirinin və bu kimi dövlət qurumlarının rəhbərlərinin zaman-zaman müharibə olmayacaq deməli proqnozunun verilməsi və bunun ardınca müxtəlif deməli müharibəyə sürükləyəcək, müharibəni tətikləyəcək, qarşıdurmaya sövq edəcək addımların atması ilə bağlı dəfələrlə bəyanatlarının, müsahibələrinin şahidi olmuşuq. Bilirsiniz ki, demək ki, artıq 5-ci ildir ki, 2-ci Qarabağ müharibəsi Azərbaycanın böyük və əziz qələbəsi ilə başa çatıb. Buna baxmayaraq, hələ də atəşkəs pozulur, hələ də Ermənistanda revanşist meyillər var. Son sorğular göstərdi ki, cəmi 3% sorğuda iştirak edənlərin cəmi 3% konstitusiya dəyişikliyinin olmasının tərəfdarıdır. 86% bu deməli dəyişikliyin əleyhinədir. Hələ də Qarabağa qayıtmaqla bağlı zehniyyətlərində, düşüncələrində olan o zərərli deməli fikirlərə sahibdilər. Konkret Paşinyanın fikirlərinə gəldikdə isə Paşinyan siyasətdə sabit adam deyil. Paşinyan, bəli, Ermənistan daxili konjunkturanı yaxşı bilən siyasətçidir. Amma deməli, qonşularla münasibətdə, qlobal siyasətdə sabit adam olmadığı üçün Paşinyanın dediklərində də ziddiyyətli məqamlar çoxdur. Məsələn, siz biraz öncə İrəvan dialoqu 2025 ilə bağlı fikirlər söylədiniz və demək, həmin tədbirdə İrəvan Ermənistan Xarici İşlər naziri Mirzoyan çıxışı zamanı bildirir ki, biz etnik təmizləmə bizim üçün yad deyil, biz buna məruz qalmışıq. Hətta Qəzza və Ukraynada baş verən hadisələrlə özlərinin üzləşdiyi problemi əlaqələndirir. Halbuki Azərbaycanın 900-dən çox yaşayış məntəqəsini darmadağın edən, Azərbaycanı 10 illərlə 20% ərazini işğalda saxlayan, 1 milyon qaçqın deməli vəziyyəti yaradan, əhalisinin 1 milyonunu qaçqın vəziyyətinə sövq edən, məcbur edən bir ölkənin Xarici İşlər Nazirinin sülh müqaviləsindən danışan baş naziri ilə paralel olaraq bu fikirləri səsləndirməsi əslində deməli sülhə hazır olmamasının göstəricisidir. Bəli, növbəti il Ermənistanda parlament seçkiləridir. Parlament seçkilərindən bağlı Paşinyan artıq ötən ildən öz komandası ilə bu proses start verib. Məsəl üçün, Avropa Birliyinə qoşulmaqla bağlı qanunun müzakirəyə çıxarılması, müəyyən qərarların verilməsi,
Yəni bu sırf daxili auditoriyaya yönəlmiş bir sözsüz ki, seçkidə ona səs versin. Sözsüz ki, Ermənistanda Ermənistan siyasi hakimiyyətinin bu bütün siyasi hakimiyyətlərə aiddir. Yalnız Paşinyanla bağlı deyil, atdıqları addım əsasən daxili auditoriyadır. Çünki Ermənistan daxili auditoriyası fərqli bir auditoriyadır. Yəni, şəxsi mən, egoizm daha üstünlük təşkil edir Ermənistan cəmiyyətində və həm də şovinist əhval-ruhiyyədə olduqları üçün o illərlə bilirsiniz ki, Ermənistanda dövlət və dövlətçilik olmadığı üçün deməli orada dominantlıq əsasən kilsənin əlində olub və kilsə əsasən zəhərli informasiyalarla Ermənistan cəmiyyətini deməli zəhərləyib. Bu istiqamətdə bütün hallarda daxili auditoriya, məsəl üçün daxili auditoriya hesablanır bütün fikirlər. Məsələn, Avropa İttifaqı ilə bağlı məsələlərdə tutaq ki, Gürcüstan nümunəsi göstərilir ki, Gürcüstan illərlə Avropaya deməli məhsulunun çıxarılmasında 0 deməli faiz kömrük tarifi ilə 450 milyonluq deməli bir bazara çıxışı var idi. Orada vizasız gediş gəlişi, qalıb işləməsi və s. və axır məsələ. Biz sizə bu imkanları yaradacağıq. Demək, kənd təsərrüfatı ilə bağlı müəyyən fikirlər səsləndirirlər. Realiziyası ilə bağlı ki, biz bu imkanlar məsələləri var ki, bunların hamısı seçiciyə hesablanmışdı və üstə gələkdə həm də sülh müqaviləsi ilə bağlı məsələlər seçiciyə hesablanmışdı. Keçmiş deməli eks-prezidentlərə bağlı söylənilən fikirlər, onların belə deyək də zərbə müstəvisinə çıxarılması məsələsi var ki, deməli bütün bunların hamısı seçkiyə hesablanmış məsələlərdir. Amma bugün üçün Ermənistanda Paşinyana alternativ hələ ki qüvvələr yoxdur. Köçəryanın Qarabağ canisi, Köçəryanın Moskvaya getməsi, Moskvanla müəyyən təlimatların alması və s. və axır məsələ hələ ki alternativ yoxdur. Amma dediyim kimi Ermənistan cəmiyyəti yekcins olmadığına görə və heç zaman Ermənistan cəmiyyətində, daxilində deməli Qarabağ klanı, diaspora və kilsənin bir vəhdəti olmadı, bu vaxta qədər deməli təsadüf olunmayıb bu məsələlərə və onların birliyi deməli Paşinyan üçün ciddi həm də təhlükə yaradır bu məsələdə. Paşinyan bu məsələlərdən kifayət qədər ehtiyat edir. Amma Paşinyanın ən böyük səhvi sülh sazişinin imzalanmaqdan yayınması məsələsidir. Çünki Paşinyan sülh sazişini imzalasa... Amma deyir, bu dəqiqə də imzalanmağa hazır. Bilirsiniz, məsələ belədir. Var ritorikada hansısa iddianın səsləndirilməsi, var real addımların atılması məsələsi. Məsələn, Azərbaycan konstitusiya dəyişikliyi ilə bağlı tələblər irəli sürüb. Paşinyan, məsələn, bugünkü bir deməli müsahibəsində bildirir ki, əgər Azərbaycanla bağlanmış sülh müqaviləsi Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunmazsa, mən Konstitusiyanın dəyişilməsi ilə bağlı təşəbbüslə çıxış edəcəm. Deməli, bu nədir? Əgər nədir? Ehtimaldır. Deməli, belə bir ehtimal var. Azərbaycan nə istəyir? Azərbaycan istəyir ki, sən dəyiş, belə bir ehtimala da ehtiyac qalmasın. Bundan əvvəl isə Paşinyan nə deyirdi? Həmin bu əgər ehtimal dediyi fikirlərdən əvvəl bildirir ki, Ermənistan Konstitusiyasının 5-ci maddəsinin 3-cü bəndində belə bir nüans var. Beynəlxalq sazişlər əgər yerli qanunlarla üstünlük təşkil edərsə, o zaman beynəlxalq deməli sazişlər yerli qanunların üzərinə keçir, üstünə keçir, ondan önə keçir bu məsələlərdə. Amma bugün isə tamam fərqli bir situasiya var. Bakir bəy, əslində mövzular çoxdur. Deyə istəyirəm hər birinə toxunaq. Ermənistan kommunikasiyalarının açılması ilə bağlı Azərbaycana konkret təkliflər verib. Elə İrəvan dialoqu çərçivəsində Paşinyandan belə bir açıqlamada təqdim olundu. O deyir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasındakı əlaqənin yaradılması istiqamətində bir növ işlər gedir. Azərbaycana konkret təkliflər vermişik deyir. Sizin fikrinizcə bu konkret təkliflər özündə nəyi ehtiva eləyə bilər? Bizim proqnozlarımızı ortaya qoysun. Əslində Ermənistan bilirsiniz ki, söz oyunu ilə məşğuldur. Konkret təkliflərlə bağlı Ermənistanın Azərbaycana verəcəyi hər hansı bir təklif yoxdur. Azərbaycanın təklifi açıqdır. Zəngəzur dəhlizinin açılması məsələsi. Zəngəzur dəhlizinin
dəhlizinin açılması məsələsi Azərbaycandan daha çox Ermənistanın xeyrinə yarayacaq bir addımlardır. Kommunikasiyaların açılması, ölkələr arasında münasibətlərin qurulması, Zəngəzur dəhlizinin açılması ilkin mərhələdə illik 35 milyon ton yükün daşınması deməkdir. Bu Ermənistana, illik Ermənistan büdcəsinə ilkin mərhələdən gedir söhbət. 150-180 milyon dollar vəsaitin gəlinməsidir. Ermənistan başqa dövlətlərdən gedib, xahiş edib, deməli, kiçik məbləğli yardımlar almaqdansa, bu tip məsələlərdən istifadə edib öz büdcəsinə bu və ya digər formada köməklik göstərə bilər. Dünyada bunun təcrübələri var. Məsələn, Süveyş kanalı öz ərazisindən keçir. 2024-cü ildə 9 milyard dollar vəsait qazandı. Ukrayna 10 illərlə öz ərazisindən Rusiya qazının Avropaya ötürülməsindən hər il 2 milyard dollar vəsait qazanırdı və çoxlu bu cür deməli faktları söyləmək mümkündür. Və Ermənistan da bu məsələlərdən istifadə edə bilər. O baxımdan konkret Ermənistan bu məsələlərdə İranın və Fransanın demək belə deyək də irəli sürdüyü və yaxud ona təzyiq göstərdiyi, yol göstərdiyi, nümunə göstərdiyi addımlar var ki, gedişlər var ki, Ermənistan əslində onun əsrinə çevrilib. Onun əsrinə çevrilməklə əslində özünün vətəndaşlarının biraz öncə qeyd etdiyim kimi yalançı, belə deyək də, hər hansı bir vədlərlə deyil, real imkanlarla onların maddi imkanlarının düzəlməsinə, Ermənistan büdcəsinin doldurulmasına yardım etməyə kömək edə bilər. Məsələn, 3+3 formatı var. Bu 3+3 formatı əslində dünya əhalisinin belə üzr istəyirəm, daha 3-cü yerdə də əhali baxımından, iqtisadiyyat baxımından 5-ci yerdə ola bilər. Neftin 15%, qazın 42%. Deməli, bu 3+3 formatı çərçivəsində Ermənistan özünün problemini həll edə bilər. Çünki Ermənistan 2002-ci ildən özünün 98 milyonluq borcuna görə 5 müəssisəsini elektriklə bağlı verdi Rusiyaya. 2008-ci ildən dəmir yolunu verdi. Deməli, ondan sonraki mərhələdə 40 büyünləri şirkət işləyir, Rusiya şirkət işləyir ki, bütün qaz təminatı, təchizatı onunla bağlıdır. Ermənistan bu prosesə qoşulsa, bu projelərə imza atsa, sözsüz ki, beynəlxalq deməli, projelərdən, beynəlxalq proqramlardan kənarda qalmayacaq bu məsələdə. Amma Ermənistanda o revanşist düşüncə var, yalancı vədlər var və bu vədləri zaman-zaman mediaya ötürülməsi var, media vasitəsilə dünyaya özünü sülhpərvər kimi göstərməsi var. Əslində, bütün bunların hamısı dediyim kimi zaman gecikdikcə Ermənistan əslində ucuzur, ucuzan Ermənistandır. Bakir bəy, bir də Ermənistan Xarici İşlər Nazirinin müavini Kostanyandan bir açıqlama var. O, Avropa Siyasi Birliyi samiti çərçivəsində Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşünə diqqət çəkir. Deyir ki, kifayət qədər konstruktiv olub və tərəflər razılaşıblar ki, sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirsinlər. Düzdür, orada bir ayaqüstü görüşüydü, yəni rəsmi bir görüşdən söhbət getmirdi. Bu da əslində bir növ mənzərəni ortaya qoymuş olur. Ancaq sizin fikrinizcə doğrudan da Albaniyadan başlayan bu proses davam etdiriləcəkmi? Yəni yenə də iki tərəfli danışıqlar, konstruktiv yöndə keçən müzakirələr reallaşacaqmı? Yoxsa biz yenə də Ermənistan Xarici İşlər Nazirinin müavininə də güvənməməliyik? Əslində Ermənistanda güvənləsi şəxsin tapılmasının özü problemdir. Yəni, cəmiyyət o qədər aşılanıb, o qədər yalan, mahiyyəti yalan üzərində qurulub ki, orada kiməsə güvənmənin özü sadəlövhlüyün, belə deyək də, bariz nümunəsidir, göstəricisidir. Və danışıqlara gəldikdə isə çox təəssüf ki, sülh danışıqları ilə bağlı, sülh müqaviləsi ilə bağlı məsələlərdə biraz səngimələr var. Bu, fikir verirsinizsə, artıq, belə deyək də, müqavilənin mətni razılaşdırılmış müqavilənin mətni imzaya yönəlməlidir. Lakin biraz öncə qeyd etdiyim kimi, Ermənistanın konstitusiyası ilə bağlı nüanslar var. Eyni zamanda deməli ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı Azərbaycanın təklifləri var. Ermənistan bu məsələlərdə ortaya süni, belə deyək də, iddia qoyur, yersiz bir iddia qoyur bu məsələlərlə bağlı və eyni zamanda ən çətin proseslərdən də biri sərhədlərin müəyyən olunması və nişanlanması məsələsidir. Bilirsiniz ki, Ermənistanla Azərbaycan arasındakı sərhəd 1007 kilometrdir. Kifayət qədər ciddi, kifayət qədər böyük bir ərazidir ki, bunun cəmi bir 12-13 belə deyək də kilometr müəyyənləşdirib və burada da bir dayanma, burada da bir durma, burada da bir tormozlanma məsələləri var. Bunun özü dediyim kimi bütün bunların hər biri
Ermənistanın özünün bu məsələləri arxa plana keçirmək çox qəribədir ki, Ermənistan deməli hökuməti, Ermənistan hakimiyyəti fərqində deyil ki, növbəti il artıq biz demək az qalıb ki 2025-ci ilin deməli ortasında deməli bir neçə aydan sonra artıq start verilir, başlayır və Ermənistan hökuməti növbəti ilə keçəndə bildirəcək ki, biz seçki ilə bağlı bu işlərlə məşğuluq və Paşinyanın hakimiyyətdə qalması qalmaya da bilər. Çünki bilirsiniz ki, Lavrovun deməli son səfəri ilə bağlı məsələlərdə ciddi deməli müzakirələr var. Ermənistan hökumətinin Rusiya münasibəti, Rusiya hökumətinin Ermənistana münasibətində ciddi problemlər var məsələlərdə və bu dalana dirənmiş və yaxud növbəti bir müharibə təhlükəsi yarana biləcək bir situasiyanı yetişdirə bilər. O baxımdan da Paşinyan əslində özü ilə bağlı tarixdə qalacaq bir addımı arxa plana atır ki, 10 illərlə davam edən, əslində 100 ildən çox davam edən bir prosesi tormozlamaqla özünün tarixdə adının qalmasını belə deyək də zərurətə çevirmir. Təşəkkürümüzü bildiririk Bakı və minnətdarıq studiyamıza gəldiyiniz üçün, dəyərli fikirlərinizi bölüşdüyünüz üçün və biz əlbəttə ki, gündəm mövzularının müzakirəsini apardıq. İrəvan dialoqu çərçivəsində Paşinyanın verdiyi son açıqlamalara nəzər yetirdik. Xüsusilə də kommunikasiya xətlərinin açılması istiqamətində Azərbaycana təkliflər göndərmişik deyir. Buna dair müzakirəmizi artıq yekunlaşdırdıq və dedik ki, Avropa Siyasi Birliyi samiti çərçivəsində də Azərbaycan-Ermənistan arasında konstruktiv danışıqların getdiyi deyilir. Yeri gəlmişkən Avropa Siyasi Birliyinin 2026 və 2028-ci illərdə İrəvan və Bakıda samitlər keçirəcəyi ilə bağlı xəbərlər təqdim olunur. Bu da Cənubi Qafqazın geosiyasi çəkisinin artmasından xəbər verir. Bu proses regionda diplomatik balans axtarışı fonunda həm sülh, həm də yeni gərginlik riskləri doğurur. İrəvanın sülh gündəminə münasibəti 2026-cı ilin samitinin real nəticələr verib-verməyəcəyini müəyyənləşdirəcək. Bakının mövqeyi isə artıq sabitlik və tərəfdaşlıq simvolu kimi qəbul edilir. Biz buna dair sujet hazırlamışıq, izləyək. Bakı və İrəvan razılığı əsasında Avropa Siyasi Birliyinin 2026-cı il sammitinin Ermənistanda, 2028-ci il sammitinin isə Azərbaycanda keçirilməsi barədə qərar verilib. Bu qərarı verən Avropa Siyasi Birliyinin elitası Azərbaycan prezidenti İlham Əliyevin Ermənistana səfərini nəzərdə tuta bilər. Həmin addım Avropanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında payının artması kimi qiymətləndirilir. Bu proses Avropanın Cənubi Qafqazda mövqelərinin güclənməsi baxımından da sərfəlidir. Eyni zamanda birlik hər iki ölkəni eyni siyasi platformaya gətirərək bölgədə balanslı təsir imkanlarını qorunmağa çalışır. Prezident İlham Əliyevin İrəvana səfəri Azərbaycanın sülhü diktə edən tərəf kimi imicini möhkəmləndirə və diplomatik qələbə kimi təqdim oluna bilər. Lakin bu yalnız İrəvanın Bakının şərtləri ilə sülh sazişi imzalaması halında mümkündür. Əks təqdirdə belə bir addım Azərbaycanın prinsipial mövqeyinə ziddir. Digər tərəfdən Nikol Paşinyan seçki ilə eyni ilə təsadüf edəcək olan sammitdən öz maraqları üçün istifadə edə bilər. O bundan seçki kampaniyasında yararlana və növbəti qələbəni təkrarlaya bilər. Ekspertlər deyirlər ki, sammit çərçivəsində Ermənistan müxalifəti sülh danışıqlarına mane olmaq üçün davamlı aksiyalar keçirə bilər. Paşinyan hökumətinin seçki amilinə görə sammitə qədər Azərbaycanın tələblərini tam icra edəcəyi gözləntisi isə azdır. Həmin vaxtlarda Nikol Paşinyana qarşı keçmiş Dağlıq Qarabağ separatçıları tərəfindən mitinglər, aksiyalar təşkil olunmasa və Ermənistan hökuməti siyasi iradə göstərsə, təbii ki, sülh prosesində biz irəliləyişləri görə bilərik. Ancaq buna baxmayaraq, mən düşünürəm ki, indiki halda Nikol Paşinyan hökuməti vaxt qazanmağa çalışır və Azərbaycan ilə sadəcə imitasiya xarakterli danışıqlar aparır. Və onu da qeyd etmək lazımdır ki, Ermənistan tərəfi sülh proseslərinin uzadılması prosesində maraqlıdır. Əsas məsələlərdən biri isə 2028-ci ildə Avropa Siyasi Birliyinin növbəti sammitinin Azərbaycanda keçirilməsidir. Bu qərar Azərbaycanın beynəlxalq nüfuzunun artdığını və regionda lider rolunun daha da möhkəmləndiyini göstərir. Həmin addım Avropa siyasi elitasının Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etdiyini və Cənubi Qafqazda sabitliyin təminatçısı kimi gördüyünü təsdiqləyir. İttifaq balanslı yanaşma nümayiş etdirmək istədiyini göstərsə də, bu tarazlıq içində Azərbaycan daha
praktik və dayanıqlı tərəfdaş kimi seçilir. Onu da qeyd edək ki, İrəvan sülh prosesini pozmamalı, Bakının şərtlərini nəzərə almalıdır. Əks halda 2026-cı ildə ev sahibliyi etdiyi sammit Ermənistan üçün sadəcə simvolik hadisəyə çevrilə bilər. Çünki 2 il sonra həmin tədbir Azərbaycanda artıq real siyasi və diplomatik qələbə kimi təqdim olunacaq. Əgər 2026-cı ilə qədər sülh sazişi imzalanarsa, Birlik sammiti regionda yeni əməkdaşlıq məsələsinin başlanğıcı kimi qiymətləndirəcək. Şərhçilər bildirirlər ki, İrəvan bütün daxili təzyiqlərə rəğmən müsbət qərarlar qəbul etməlidir. Əks təqdirdə Ermənistanın Avropadan gözlədiyi münasibətlər istədiyi nəticəni verməyəcək. Əgər 2026-cı ilə qədər sülh müqaviləsi imzalanmasa, Ermənistanda keçirilən tədbir Cənubi Qafqazda sülh və təhlükəsizlik baxımından sadəcə olaraq bir tədbir kimi və yaxud sönük bir yığıncaq kimi yadda qalacaq. Və eyni zamanda bu Avropa siyasi establishmentinin Ermənistan üçün son şansı kimi də qiymətləndiriləcək. Və bütün diqqətlər 2028-ci ildə Bakıda keçiriləcək sammitə yönələcəkdir və bu dövr kəsiyində də Ermənistan Azərbaycanın şərtlərini qəbul etməlidir. Analitiklərin fikrincə, Avropa Siyasi Birliyinin 2026-cı ildə İrəvanda keçiriləcək sammiti Cənubi Qafqazda sabitliyi üçün həm fürsət, həm də risk yaradır. Bu prosesi uğura çevirməyin əsas şərti Ermənistanın sülh sazişinə yanaşması və Azərbaycanın suverenlik prinsiplərini qəbul etməsidir. Azərbaycan-Ermənistan münasibətlərindən danışdıq. Biraz da diqqətimizi Ukrayna məsələsinə yönəldək. Ukrayna üzrə danışıqların ehtimal olunan ikinci raundunun tarixi və yeri barədə konkret məlumat yoxdur. Bu barədə Türkiyə Prezident Administrasiyasına məlumat verilib və istəyərdik ki, bu barədə danışaq ki, nə zaman ola bilər belə bir tarix, hansı zaman mümkündür? Siyasi şərhçi Zeynal Əmrəliyev suallarımızı cavablandıracaq. Zeynal bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Zeynal bəy, artıq birinci, yəni mayın 16-sında keçirilən danışıqlar çərçivəsində minə-min prinsipi ilə əsirlərin, girovların mübadiləsinin həyata keçirildiyini biz gördük. Bu da prosesdə yekunlaşdı. Sizcə növbəti görüşdə artıq atəşkəslə bağlı hər hansı bir nəticə əldə oluna bilərmi? Zamanı və tarixi ilə bağlı hansı fikirləri söyləmək mümkündür? Bu ciddi şəkildə problem yaradır. Çünki hal-hazırda Rusiya yenidən aktiv şəkildə Ukrayna ərazilərini bombalamaq barəsində qərar qəbul edib və dünəndən etibarən demək olar ki, kütləvi şəkildə Ukraynanın böyük şəhərlərinə doğru dron hücumları həyata keçirilir. Eyni zamanda Ukraynada boş durmur və Rusiyaya qarşı müəyyən addımlar həyata keçirilir. Məsələn, Putinin təyyarəsinə edilən hücumla bağlı Rusiya mətbuatında çox kəskin fikirlər səsləndirilir və həmçinin Ukraynaya bununla bağlı çox kəskin cavab veriləcəyi barəsində iddialar var. Xüsusilə də Rusiya son bombardmanlar zamanı Ukraynanın xüsusi enerji sektorunu, əsasən sənaye obyektlərini hədəf götürür və əsas sənaye mərkəzlərini vurmağa başlayır və Kiyevin ətrafı çox ciddi şəkildə bombalanır. Məsələ o dərəcədə gəlizdir ki, hətta bunu Amerika Birləşmiş Ştatları tərəfindən də reaksiya verilib və Prezident Trump bəyan edib ki, əgər Rusiya bu bombardmanları dayandırmasa, ona qarşı ağır sanksiya paketi təklif olunacaq. Yəni, açıq-aydın şəkildə Moskva bildirir ki, o hələ də müharibə aparmaq istəyir, yəni müharibəni dayandırmaq barəsində fikirləri yoxdur. Bütün bunların fonunda atəşkəs müqaviləsinin imzalanması bir qədər hələ ki real görünmür. Yəni, atəşkəs müqaviləsinə nə Ukrayna, nə Rusiya tərəfi çox da hazır deyil. Əslində, Rusiyanın istədiyi atəşkəs müqaviləsi deyil. Rusiyanın istədiyi İstanbul danışıqlarına çağırmaqda məqsəd üzərinə düşən, yəni ona tətbiq olunacaq ağır sanksiyalarının dayandırılması, hal-hazırda tətbiq olunan sanksiyaların dondurulması və eyni zamanda Ukraynada işğal etdiyi ərazilərin özündə saxlanması şərti ilə tezliklə sülh müqaviləsinin imzalanmasıdır. Rusiya tərəfi əvvəllər də bəyan edib ki, atəşkəs müqaviləsini ona sərf etmir. Çünki atəşkəs müqaviləsinin imzalanmasından faktiki olaraq Ukrayna tərəfinin istifadə edəcəyini bildirirlər. Çünki mövqe dəyişiklikləri Ukrayna ordusunda ola bilər. Bundan istifadə edərək maddi texniki təminatını yaxşılaşdıra bilər və eyni zamanda nə qədər maraqlı da olsa, Rusiya mətbuatı bu məsələdə Azərbaycan-Ermənistan müharibəsini də naprimер misal olaraq çəkir və bildirir ki, bu Azərbaycan-Ermənistan müharibəsində də biz gördük ki, uzun müddətli atəşkəs rejimi heç də qarşı tərəf üçün yaxşı bir şey vəd etmir. Yəni, bütün bunlara görə inanmıram ki, Rusiya tərəfi uzun müddətli atəşkəsə razılaşsın.
Təşəkkürümüzü bildiririk. Təəssüf ki, zamanımız məhdud olduğu üçün müzakirəmizi davam etdirə bilmirik, amma sizə minnətdarıq ki, qısa zaman ərzində məsələ ilə bağlı detallı şəkildə məlumat təqdim etdiniz. Belə dəyərli izləyicilərimiz, artıq bəzi məsələlərin müzakirəsini apardıq, efirimizi yekunlaşdırmalıyıq. Hər birinizə xoş gün arzuluyuruq. Sabah eyni saatda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.